Salam əziz treyderlər və investorlar. Analitik cəmiyyət sizinlədir Sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Sözü gedən korporasiyanın hər bir parametrini diqqətlə öyrənə bilərsiniz. Biz sizinlə şirkətin əsas göstəricilərinə baxacağıq. Radnet Inc. Ticker, RADNT. Baxış 20 may 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifata görə Guru, Markets şirkət Radnet Inc. alt kateqoriyaya aiddir. Treatment müqayisədə 54 şirkət iştirak edir ki, bu da çox təmsilçidir. Son qərarları bu videonun sonunda görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan -7. Alt kateqoriya üzrə orta bal 2,5 baldır. Çox geniş baxsanız, ümumilikdə bütün ABŞ bazarı çərçivəsində. Bütövlükdə bazar üzrə orta reytingin 1,9 bal olduğunu görürük. Şirkətin -7 bal reytinginə qarşı Radnet Inc. Şirkətin səhm qiymətinin hərəkətini müqayisə etmək Radnet Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görə bilərik Radnet Inc. 4,2% dəyişiklik göstərdi. %18,8% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Şirkətin bazar kapitallaşması Radnet Inc. $4,55 milyard dəyərində qiymətləndirilib. Alt kateqoriyanın kapitallaşması isə $271 milyard. Radnet Inc. 1,68% paya malikdir və alt kateqoriyada daha kiçik şirkətlərdən biridir. Şirkətin balans dəyəri $0,89 milyard. Və alt kateqoriyanın balans kapitallaşması $67 milyard. Radnet Inc. %1,337 pay təşkil edir. Birja səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görə bilərik. İşğal olunmuş pay Radnet Inc. alt kateqoriyada bazar dəyəri qiymətləndirilərkən %1,68 təşkil edir. Balans dəyərinin kapitallaşması 1,337% təşkil edir. Bu, bazar dəyər payından 20% azdır. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi, PIS, -1 bal. Təhlil edilən şirkətin $1,73 milyard maliyyə öhdəlikləri var. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 194,4%-ni təşkil edir. Şirkətin borc göstəricisi, PIS, -1 bal. Şirkətin bazar dəyərinin mənfəətinə balansı sıfırdır. Alt kateqoriya üçün orta göstərici ilə 23,8, bu alt kateqoriya üzrə orta göstəricidən daha pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin qazanc nisbəti çox pis, -2 bal. Son 12 ayda mənfəət -$32 milyon olub. Növbəti 12 ay üçün gələcək mənfəətin $54 milyon olacağı gözlənilir. İndikindən 68,4% çoxdur. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi, keçərli 0 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 2,4-dür. Alt kateqoriya üzrə orta göstərici 1,2-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 100% yüksəkdir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi, TOLED, -0,5 bal. Son 12 ayda gəlir $1,870 milyon olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Və bu, şirkətin perspektivləri üçün son dərəcə pisdir.
Gözlənilən gələcək satış həcmlərinin göstəricilərinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi, PIS, -1 bal. Marjinallıq -1,7%-dir, alt kateqoriyada orta hesabla 5,1%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 6,9% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 0,819% təşkil edir. Bu, bazar kapitallaşma payından 105% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $533.000-dır. Alt kateqoriyada isə $260.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 105%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, keçərli, 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği -$3,800.000-dır. Alt kateqoriya orta, 10,900. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 65% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, -0,5 bal. Şirkətin bir işçiyə düşən satışları $219.000 təşkil edir. Alt kateqoriya, $213.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 3%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Səhmlərin qısa mövqeyi %11, alt kateqoriya üzrə orta göstərici 3,1%-dir. Bu qısa sıxılma göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %71 səviyyəsini göstərir Radnet Inc. Alt kateqoriyada isə bu səviyyə 67% təşkil edir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $60,65-dır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $71,99-dır. Cari təxmin və konsensus proqnozunun dinamikası təxminən 19%-dir. Sifariş cədvəlinə baxaq, o hamı üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş tamamilə bütün qərarlar var. Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların təhlilinin nəticələrinə əsasən Radnet Inc. Qiymətləndirmənin məlumat və arayış sistemi Markets aşağıdakı qərar qəbul edildi. $60,66 satış əməliyyatı açın. Sövdələşmə açıqdır, çünki şirkətin kifayət qədər aşağı reytinqi var. Şirkətin qiymətləndirilməsi AKİMin indeks qiymətləndirmə yanaşmasından istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 52,49 səviyyəsində müəyyən edilmişdir. Stop loss 68,83 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, onda sifariş 19 iyun 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən avtomatik bağlanacaq. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, SBC, əsas alış sifarişinə çevriləcək. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Əks sifariş son qiymətə təyin olunur. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Markets.